özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Əxlaqi mövzulardan danışırdıq ki, hansı ki, bugünkü həyatımız üçün də önəm kəsb edir və axirətimiz üçün də bir arzuqədir. Və Peyğəmbərimizin buyurduqları, imamlarımızın kəlamlarında çox geniş yer almış mövzulardan biri də qohumlarla əlaqə saxlamaq, dini termindən buna silə-i rəhim deyirlər. Əksi isə bunun qət'i rəhimdir. Yəni, qohumlarla əlaqəni kəsmək qət'i rəhimdir, qohumlarla əlaqə saxlamaq silə-i rəhimdir. Və bugünkü müasir dünyamızda, müasir dövrümüzdə mən deyərdim ki, ən əsas məsələlərdən biri də elə qohumlarla əlaqə saxlamaqdır. Bəli, bəzən olur, sual yaranır ki, elə qohumlar var ki, biz onlarla əlaqə saxlayırıq, amma onlar bizimlə əlaqə saxlamır. Biz onlara get-gəl eləyirik, amma onlar bizə gəlmirlər. Bəs nə edək? Əlbəttə, bunun mövzusu, bunun məsələsi bu cürdür ki, biz öz şərii vəzifəmizi icra edirik, digərləri də özləri bilərlər. Biz öz savabımızı əldə edirik, digəri özləri bilərlər. Əlbəttə, bunun içərisində bir neçə məsələlər əhatələnib. Məsələn, Peyğəmbərimizdən hədislərdə nəql olunur ki, ya İmam Muhammed Baqir əleyhissalamdan nəql olunur ki, İnnə əcələl xeyr səbəbə silətur rahim. Biz bilirik ki, hər gördüyümüz işin müqabilində Allah Taala bizə savab verir. Savab verir, hansı ki, bizim axirət günündə ona daha çox ehtiyacımız var və daha çox ona istəyimiz var. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, əməllər içərisində, salih əməllər içərisində ən tez savabı verilən əməl silə-i rəhimdir. Ən tez savabı verilən. Hər bir əməlin müqabilində savab var. İmam buyurur ki, ən tez savabı verilən əməl silə-i rəhimdir. Qohumlarla əlaqə saxlamaqdır. Və o cümlədən İmam başqa bir kəlamında buyurur ki, Silətur ərham tuskil əməl və tunmil əmvər. Deyir, silə-i rəhmin bir neçə faydası var. Silə-i rəhim əməlləri paklaşdırır, əməlləri saflaşdırır. Qohum əqrabı ilə əlaqə saxlamaq və bu işi görən şəxslərdə demək ki, qəlbində paxıllıq yoxdur. Demək ki, səmimiyyət var və Allah Taala həmin şəxsin əməllərini paklaşdırır. Və tunmal əmvər və insanın malına bərəkət gələr. Hətta hədislərdə var ki, adam qohum əqraba ilə əlaqə saxlamaq üçün müəyyən bir məsafə qət edir. Həmin qət etdiyi məsafəyə görə Allah Taala ona savab verir, onun günahlarını bağışlayır. Bəs İmam da buyurur ki, o əməllərdən biri insanın malına bərəkət gəlir. Və tədfəul bəlvə. İmam buyurur ki, qohum əqraba ilə əlaqə saxlamaq bəlanı dəf edir. Bəlanı dəf edir. Və daha sonra qiyamət gününün hesabını asanlaşdırır və əcəli təxirə salır. Demək, ömrə də bərəkət verir. Ömrü artıran əməllər içərisində neçə əməl qeyd olunur, onlardan biri də qohumlarla əlaqə saxlamaqdır. İmam Sadiq əleyhissalam buyurur ki, İnnə silsilətur rahim, İnnə silətur rahim, həqiqətən silə-i rəhim və birrul və yaxşılıq etmək, İmam buyurur, hesabı yüngülləşdirər. Yuhəvvinul hisəb və yəsimənil minəz-zunub. İmam buyurur ki, insanı günahlardan saxlayar, günahlardan qoruyar. Silə-i rəhmin o həmin faydaları barəsində İmamdan gələn kəlamlar idi ki, sizin diqqətinizə çatdırdıq. Və Allah Taala nəsib etsin ki, bizlərə qohumlarla əlaqə saxlamağı. Bu günləri biraz da işimiz rahatlaşıb. Məsələn, hansı qohumlar ki, uzaq məsafədə qalır, heç olmasa telefonla zəng edib onlarla əlaqə saxlamaq lazımdır və qohumluq əlaqələrini bu cürünə bərpa etmək lazımdır.
və Allah Taala inşallah cümləmizə bu xeyir əməllərdə iştirak etməyi nəsib etsin və Allah Taala savablarımızı qiyamət günündə axirətimiz üçün azuqə qərar versin. Allah Taala'na and veririk öz izzət və cəlalına. Bu cümə günün xeyir və bərəkətindən bizlərə və bütün müsəlmanlara inayət etsin. Allah Taala günahlarımızı əfv edib tövbələrimizi qəbul etsin. Allah Taala aqibətimizi xeyirli etsin. Dünya və axirətimizi salamat etsin. Allah Taala şəhidlərimizə və dünyadan köçən cəmi müsəlmanlara rəhmət etsin. Allah Taala qazilərə və bütün xəstələrə şəfa inayət etsin. Allah Taala'dan duamız budur, hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala xalqımızın, dinimizin, İslam ümmətinin düşmənlərini məhv nabud etsin. Allah Taala müharibə gedən müsəlman torpaqlarında və dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala müsəlmanları düşmənlərinə qalib etsin. Allah Taala çətin şəraitdə yaşayan müsəlmanlara xoş güzaran nəsib etsin. Allah Taala'dan duamız budur ki, inşallah zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Ardıcıl dualarımızı, salam və salavatlarımızı İmam Zaman əleyhissalam barəsində qəbul etsin. Allah Taala ən gözəl, ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah.